Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Cahan Hüseynova. Bugün sizinlə Telegram kanalında paylaşılmış son 3 qəbul tipli testin izahını vermək istədim. Çünki bu sualların izahı ilə bağlı çoxlu müəllimlərdən istek gəlir. Birincisi nitq inkişafı ilə bağlı olan sualdır. Sualın şərti belədir. Deyir, işlətdiyi hər sözün, ifadənin mənasını yaxşı anlayan şəxs həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Baxın, hansı insan öz sözünü ifadə edərkən, öz fikirlərini qarşı tərəfə çatdırarkən heç bir çətinlik çəkməz. Təbii ki, söz ehtiyatı bol olan insan nə dediyini, nə ifadə etmək istədiyini rahatlıqla ifadə edə bilən şəxsdir. İkinci hissədə deyir ki, şifahi nitqinin bu ünsürü insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, həmin insanın mütaliəsindən və dünya görüşündən asılıdır. Bəli, burada qeyd edək ki, hansı insanın nitqi zəngin olur? O insanın ki, onun məşğul olduğu işin xarakteri fərqli olur. O insanın ki, yaşadığı mühiti, mütaliə nədir? Çoxlu kitab oxumaq, bol mütaliə eləmək, kitab oxumaq, qəzet oxumaq bizim nitqimizin inkişafını nədə edir? Zəngin edir. Eyni zamanda mənim dünya görüşüm mənim birbaşa olaraq nitqimə də sirayət edir. Deməli, şifahi nitqin tələbləri mövzunun ümumiyyətlə nitq inkişafı metodikasının izahını sizinlə paylaşmışam. Diqqətlə izləsəniz, dinləsəniz bu sualın cavabını elə orada da ala bilərdiniz. Daha doğrusu bilərsiniz və cavabımız olacaq şifahi nitqin zənginliyinə verilən tələbdir ki, mənim nitqim nə qədər zəngin olarsa, mən sizə fikrimi daha lakonik, daha sərbəst, daha rahat çatdıracağam. Bu birinci sualımız. İkinci sual. Tərbiyəçi müxtəlif elektrik avadanlıqları təsvir olmuş şəkilləri uşaqlara göstərərək onların adını və nə üçün istifadə olduğunu soruşur. Şəkildə qoymuşam. Aha. Deməli, müxtəlif elektrik avadanlıqları istifadə edirəmsə məşğələmdə. Deməli, mənim məşğələmin hansı məşğələdəyəm? Ətraf aləmlə tanışlıqdayam. Düzdürmü? Ətraf aləmdəyəm. Ətraf aləmlə tanışlıq məşğələmdə uşaqlara şəkil göstərmişəm və uşaqlara suallar verirəm ki, aha, burada şəkildə nə görürsünüz, hansı elektrik avadanlığıdır, onu nə üçün istifadə edirik və yaxud da istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməliyik deyə bu barədə biz müzakirə edirik və məşğələmizi təşkil edirik. İndi isə verilmiş situasiya ilə bağlı yanlış variantı sizinlə axtaracağıq. Gəlin baxaq. Tərbiyəçi bu məşğələdə elektrik əşyalarının istifadəsinə görə fərqləndirir məqsədini reallaşdırır. Reallaşdırırammı? Bəli, reallaşdırıram. Məqsəd müvafiqdir, fəaliyyətimizə uyğundur. Fəaliyyətimiz daha doğrusu məqsədə müvafiq təşkil olunub. İkincisi, tərbiyəçi 2-1-5 obyektlərin məqsədi, hadisələr barədə suallar verir və təsvir edir standartını reallaşdırır. Nəzərə alsaq ki, 2-1-5 bizə idraki inkişaf sahəsinin ətraf aləmlə tanışlıq məşğələsi metodikasının məqsədlərini çıxarmaq üçün dövlət tərəfindən verilən standartlardandır. Bəli, obyekt nədir? Obyektlər əşyalardır. Əşyaların məqsədini, hadisələr, indi hadisə deməkdə, hadisə vergülsüz vergül, məqsədini barədə suallar verir və təsvir edir. Bəli, mən bu təqdim olmuş bu şəkil vasitəsilə uşaqlarda həmin obyektlərin, əşyaların deməli, məqsədləri haqqında, istifadəsi haqqında mövzu təşkil eləmişəm. Deməli, mənim standartım bugünkü məşğələmin fəaliyyətinə cavab verir və uyğundur. Deməli, bu cavabımız da uyğun olacaq. Birinci uyğun oldu, ikinci variant da uyğun oldu. Yəni, əgər ki, siz hansı standartın, hansı məşğələnin məqsədinə uyğun olduğunu bilirsinizsə, belə sualları da asanlıqla yaza bilərsiniz ki, bu barədə bizim izahlarımız, ödənişsiz dərslərimiz təşkil olunur. Üçüncü, tərbiyəçi bu fəaliyyəti təşkil etməklə sahə daxili inteqrasiyadan istifadə edir. Qoyun inteqrasiyanı saxlaya axıra. D-yə baxaq. Tərbiyəçi bu fəaliyyəti 1-3-2 təhlükəsizlik qaydalarını situasiyaya uyğun davranmanı izah edir, standartı ilə inteqrasiya edir. Bəli, baxın, biz orada uşaqlara elektrik avadanlıqlarından danışmağı, həm də hansı ilə ehtiyatlı davranmaq lazım olduğunu da öyrətdik. Bu barədə də mövzu təşkil etdik. Deməli, mən nə etdim? İnteqrasiya eləmişəm təhlükəsizlik qaydalarından. Kəsicidir ya, baxın, ət çəkən kəsici ola bilər.
çaydan yandırıcı ola bilər. Sonra soranı toka taxarkən ehtiyatlı olmaq lazımdır. Burada elektrik çaydanı var. Onu xüsusilə bilirsiniz ki, tok vurma halları var. Yəni bu kimi şeyləri uşaqlara öyrədərkən mən nə etdim? İnteqrasiya elədim. Təhlükəsizlik qaydaları ilə doğru yanaşmadır. Yəni mənim fəaliyyətimi burada doğru əks etdirib. Y bəndi isə yenə də inteqrasiya ilə bağlıdır. Aha, gəlin baxaq görüm. Mən burada nə etmişəm? İdraki inkişaf sahəsi ilə, idraki inkişaf sahəsi nə oldu? Bizim ətraf alimlə tanışlıq məşğələsi və 2-1-5 standartından müəyyən elədim ki, mən idraki inkişaf sahəsinə aid məşğələ keçmişəm və onu 1-3-2 fiziki inkişafla əlaqələndirmişəm. Düzdür? Düzdürmü? Düzdür. Burada hansı inteqrasiya baş verib? Burada inkişaf sahələri arasında inteqrasiyadır. İdraki inkişafla fiziki inkişaf sahəsi arasındakı inteqrasiya sahələr arası inteqrasiyadır. Deməli, Y bəndi də doğrudur. Gəlir burada bir dənə qaldı C bəndi. C bəndi nə deyir ki, sahə daxili inteqrasiyadır. Sahə daxili inteqrasiya yox. Müəyyən etdik ki, biz burada idrakla fizikini inteqrasiya etmişik. Ona görə də C bəndini yanlış qəbul etdik. C bəndi olması üçün müəllim burada idrakla inteqrasiya etməlidir. İkinci inkişaf sahəsini hansısa bir standartı reallaşdırmalıydı. Geçdik üçüncü suala. Tərbiyəçi 2 standartını əşyaların forma ölçüsü, uzun, en, hündürlüyə, qalınlığa görə fərqləndirir standartını seçərək belə bir təlim nəticəsi müəyyən eləmişəm. Uzun qısa əşyaları fərqləndirir, əşyaların fərqini taparkən uzun qısa sözlərlə istifadə edir. Aha, gəlin baxaq görüm. Mənim yazdığım təlim nəticəsi verilmiş standarta uyğundurmu? Standartdan yola çıxaraq belə qənaətə gəldim ki, mən idraki inkişaf sahəsindən standartlarından istifadə edirəm. Məntiqi riyazi təfəkkür məşğələsindəyəm. Düzdürmü? Bilin ki, 2.3 sadə riyazi təsəvvürlər, sadə riyazi bacarıqlar yerinə yetirir standartıdır və bu bizə idraki inkişaf sahəsinin daxilindədir. Bu standartdan bunları öyrəndim. Sonra da baxıram standartın içinə. Görürsünüz, uzun sözü var burada. Mən də bugün uşaqlara uzunu öyrədəcəm. Uzun qısanı fərqləndirir, uzun qısa sözlərini istifadə edir. İndi verilmiş variantlardan bizə uyğun olmayanı seçəcəyik. Yəni verilmiş situasiyanı əks etdirməyən. Tərbiyəçi məşğələnin məqsədini düzgün müəyyən edibmi? Düzgün müəyyən edib. Mən müəyyən etdim ki, mənim bugünkü təlim nəticəm həmin bu standarta cavab verir. Deməli, A bəndimiz doğrudur. İkincisi, məqsəd uşaqların yaş səviyyəsini və mövzunu əhatə edir. Yaş səviyyəsini əhatə etdiyini, baxın, buradakı fəaliyyət, bacarıq hissəsinə bax, fərqləndirir, görürsünüz, fərqləndirir, istifadə edir. Uzun qısa sözlərini istifadə edirsə, deməli, uşaqlar uzun qısa sözlərini bir-birindən fərqləndirə bilirlər. Buradan öyrəndim yaşa uyğunluğunu, mövzu uyğunluğunu hardan öyrəndim? Mövzu uyğunluğunu bax buradan. Gördüm ki, burada uzun var, burada da uzun istifadə eləmişəm. Ona görə də B bəndimdə cavabımız uyğundur. Aha. Keçdik C bəndinə. İşarə qoya bilmədim. Aha, C bəndinə keçdik. C bəndi deyir ki, tərbiyəçi məşğələnin təlim nəticəsini düzgün müəyyən edib, məqsəd spesifikdir. Bəli, mən dedim ki, doğrudur. Bura qədər doğrudur. Spesifik nə idi? Spesifiklik konkret idi. Smartın sığısı nədir? Deyir, Cahan müəllimə, sən məşğələnin məqsədini elə müəyyən et ki, orada konkret olaraq sənin bugünkü fəaliyyətin hansı olacağı aydın şəkildə əks olunsun. Və mənim bugünkü təlim nəticəmdə siz görürsünüz ki, mən uşaqlara uzun qısanı öyrədəcəm. Bunun üçün də mənə lazım olar, nələr olar? Uzun qısa netlər ola bilər. Düzdür, uzun qısa netlər vasitəsilə mən uşaqlara bu məşğələmizi asanlıqla reallaşdıraram. Onda C bəndində doğru qəbul etdik. Konkretlik var. Spesifiklik konkretlikdir. Yəni konkret olaraq mənim işim bugün sizə məlumdur ki, mən bugün uzun qısanı öyrədəcəm. D bəndi. Məşğələnin məqsədi düzgündür. Nəzərdə tutulan bilik və bacarığı qiymətləndirmək mümkündür. Bəli, biz bayaqdan qeyd etdik ki, məşğələmizin məqsədi doğrudur və mən nəzərdə tutulmuş həmin bu bacarıqları məşğələnin sonunda müvafiq olaraq qiymətləndirmə meyarlarına əsasən qiymətləndirə biləcəm. Bəli, uşaqlar əgər uzunu qısanı fərqləndirə bilərsə, mən də onları həmin
təlim qiymətləndirmə meyarının qarşısına adlarını qeyd edəcəm. Ona görə də bu variantımız da doğrudur. Buna da bir üstəgəl qoyarıq. Amma Y bəndində deyir ki, tərbiyəçi standartı təlim nəticəsi kimi istifadə edib. Bu isə yanlış variantdır. Mən bu variantla razılaşmıram. Niyə razılaşmıram? Çünki mən o zaman standartı təlim nəticəsi kimi istifadə edərdim ki, buradakını bura köçürmüş olardım. Amma mən köçürməmişəm. Mən əziyyət çəkib, həmin standartdan bugünkü məşğələm üçün müvafiq olaraq nə etmişəm? Təlim nəticəsi müəyyən etmişəm. Standartı köçürtməmişəm. Doğrudurmu? Doğrudur. Bu da bizim Y bəndimiz. Məhz buna görə düzgün şərh etmir bizim situasiyamızı. Bu qədər müəllimlər, bu bizim sizin üçün hazırladığımız qəbul tipli 3 testin izahıdır. Daha çox test işləmək üçün videonun şərh bölməsində Telegram kanalının linkini yerləşdirəcəm. Daxil olub hər gün yeni situativ imtahan tipli testlərdən yararlana bilərsiniz. Sağ olun, salamat qalın.